Media Doktor, sağlığın varlığındır. Yaxın bir saat ərzində dalğamızda qalın, başqa bir yerə çevirməyin. Çünki studiyamızda peşəkar xanımla birlikdə sizin üçün önəmli olan məsələlərdən danışacağıq. Sizinlə birlikdə mənim bu arada Sona Bonina. Qonağım isə Milli Onkologiya Mərkəzinin onkoginekologu Könül Mərdanovadır. Könül xanım, xoş gəldiniz. Xoş gününüz olsun. Necəsiz? Yaxşıyam, siz necəsiz? Hər kəs də salamlayırıq. Yaxşı. Qaçaqovdan gəlib çatmışıq efinə. Ümumiyyətlə efirlərdə bu həmişə belə olur. Yəni çox normal baxıram bunu. Çünki hamı iş adamıdır. Yəni işdən çıxıb gəlir. İşlərinizdə də uğurlar diləyirəm sizə. Hər birimizə. Doktor, biz bugün yenə də xanımlarımıza xitab eləyəcəyik. Çox təəssüflər olsun ki, onkoloji xəstəliklər insanları istəməsələr də bir yerlərdə yaxalaya bilir. Amma biz də niyə efirlərdən bunları danışırıq ki, bu barədə məlumatlı olsun xanımlarımız. Harda nə tədbir görmək lazımdır bilsinlər. Ona görə də onkoloji xəstəliklərin müalicəsində də gecikməsinlər. Bəli. Doktor, bugün sizə müraciət edən xanımlarımız arasında daha çox onkologiyanın hansı növlərini görürsünüz? Yəni qadın orqanları olaraq. Birinci bir daha təşəkkürümü bildirirəm dəvətinizə görə. Nə qədər də sizin dediyiniz kimi qorxsaq da, çəkinsək də, amma günümüzün reallığıdır. Hansı ki, artan statistika var. Ürək-damar xəstəliklərindən sonra ikinci yerdə onkoloji xəstəliklərdir. Ona görə biz bu xəstəliklərdən danışmalıyıq və ən azından insanlarımız sırf onkologiya üzrə maarifləndirmə deyil də bundan necə qorunmaq lazımdır, nələr necə eləmək lazımdır, onları doğru bilsinlər. Qaldı ki, statistik rəqəmləri reproduktiv orqanlar arasında, qadın cinsiyyət orqanları arasında həm dünya statistikasında, həm Milli Onkologiya Mərkəzinin verdiyi statistikada ilk yerdə uşaqlıq boynu xərçəngidir. Digər ikinci, üçüncü sıranı endometrium yumurtalıq xərçəngi zaman-zaman yerlərini dəyişə bilirlər. Kiçik rəqəm statistikasından və bütün dünya ölkələrində də bu fərqlidir. Bəzilərində endometrium xərçəngi daha öndədir, hansı ki, daha çox piyələnməsi, fast food qidaları qəbul edən regionlarda, onlarda daha çox ön sıralarda endometrium, daha sonra over, yəni bunlar dəyişə bilir. Daha sonra vulva xərçəngi, boru xərçəngi və reproduktiv orqanlardan ümumiyyətlə danışanda mən süd vəzlərini heç bir zaman ayırmıram, heç doğru da deyil. Təbii ki, ilk sırada qadın orqanizmində süd vəzləri ilk sıradadır. Statistik rəqəmlər olaraq mədə xərçəngi geniş yayılmış patologiyadır qadın orqanizmində, bunları qeyd eləmiş olaq. Amma ginekoloji orqanlar üzərində çox təəssüf olsun ki, uşaqlıq boynu xərçəngi, baxmayaraq ki, asanlıqla aşkar eləyə biləcəyimiz bir lokalizasiyada adi ginekoloji müayinəyə getsələr, hər hansı bir patologiyasını gözə görə biləcək bir müayinədir. Hələ bunun bir skrining testləri var, HPV və PAP testlərimiz, kolposkopiya müayinəsi var. Bunlar da artıq üstün müayinələrdir. Amma adi gözlə də müayinə olunsalar, hər hansı bir patologiya olsa asanlıqla aşkar oluna biləcək. Deməli, məsələ ondan ibarətdir ki, xanımlar yoxlanışa ümumiyyətlə getmirlər. Məsələ budur. Mən statistik rəqəmlərlə danışsaq, öncəki illərə 10 il ərzində müqayisəni eləsək, yox. Müayinələrə gələnlərin sayı həqiqətən artıbdır. Nə yaxşı. Həqiqətən artıb. Məsələn, Doktor, göndərişdirmi yoxsa öz yanlarından mı gəlirlər? Göndəriş üzərində gələn pasientlərimiz daha çox sizin dediyiniz kimi artıq hər hansı bir simptomatika üzərində regionlara və yaxud da Bakının digər klinikalarına müraciət edib mərkəzin. Orada hər hansı bir şübhəli sahə aşkar olunub, xərçəng yönlü bir vəziyyət, o halda gəlirlər. Və yaxud da cərrahi əməliyyat olmuş pasientlərimiz, hansı ki, cərrahi əməliyyatdan sonra histoloji müayinədə artıq təsdiqlənmiş bir xərçəng xəstəliyi varsa, o zaman Milli Onkologiya Mərkəzindən göndəriş üzərindən gəlirlər. Amma belə də öz istəyi ilə müraciət edən pasientlərimiz var. Onu yəni inkar edə bilmərik. Yəni bu artan sırayla gedir. Hansı ki, insanlar daha çox maarifləndikcə, insanlar daha çox məsələn uşaqlıq boynu xərçəngindən danışsaq, onu yaradan bir virusdur. O virusu yoxladırlar. Elə pasientlərimiz var ki, bizi sadəcə heç yanımıza gəlmədən dinləyərək gedir, özü sığorta ilə, dövlətin icbari sığortası var. Orada bir HPV testini, smear testini verir və aydın olur ki, bunda HPV-nin yüksək riskli tipləri pozitivdir. Həqiqətən o qədər insanlar bizə sosial şəbəkələrdən təşəkkür edir ki, doktor, mən heç sizin yanınıza gəlmədən, amma sizin videolarınıza baxaraq getdim, bu testi verdim, məndə aşkar olundu belə bir sahə. Daha sonra artıq kolposkopiya müayinəsinin ikinci aşama daha dərin bir müayinə üçün müraciət edirlər bizə ki, orada bir o virusun yaratdığı bir sahə varmı, yoxmu? Yox, deyə bilmərəm ki, sırf göndəriş üzərindədir, amma belə öz istəklərlə də müraciət edən pasientlərimiz çoxdur. Bir də onu da qeyd edim ki, bu sevindirici haldır.
Həqiqətən. Bizim mərkəz artıq 15 ilin üzərindədir, fəaliyyət göstərir. Bizim şöbə belə düzgün deyim. Şöni xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsidir. Hansı ki, qadın dünyası adlandırmışıq biz o şöbəni. Sırf qadın orqanizmində olan patologiyalara yönəlmiş bir şöbədir. Süd vəzləri, mamoloji mərkəzdir belə deyim. Süd vəzlərinə müraciət edən pasientlərimiz reproduktiv qadın cinsiyyət orqanları problemlərinə müraciət edənlər, endokrinoloji problemlərlə, dermatoloji, proktoloji, yəni bizim proktologumuz fəaliyyət göstərir, hansı ki, qadın həkimidir. Çox vaxt xanımların utandığı bir lokalizasiyadır ki, doktor, məni proktoloqa, kişi həkiminə göndərməyin. Yəni bizim şöbə belə bir şöbədir və müraciətlər eləndiyi halda və bütün dünyada necədirsə bizdə də eyni belə deyək mexanizmlə işləyirik belə deyim. Yəni müraciət edən pasientlərimiz əgər süd vəzinə görə müraciət edibsə, mütləq bir ginekoloji check-up pasientə təklif olunur və izah olunur. Mən hər zaman deyirəm ki, həkimin pasientə bir patologiyanı, ümumiyyətlə nə etməli olduğunu və bunlar nəyə gətirib çıxarda bilər, onları izah elədikcə pasient zaten onu edəcək. Bugün eləməsə bir ay sonra edəcək. Amma ki, bu onu dərk eləyəcək ki, mənə həqiqətən həkim bunu demişdi. Yəni bunu izah eləmək lazımdır. Və süd vəziləri biz hər zaman danışanda deyirik ki, qadının xarici gözəlliyini təmin edən ikincili cinsi əlamətlər kimi formalaşan bir orqandır və özündən heç bir hormon ifraz eləmir və ana olduğu halda laktasyon dövrdə süd əmizdirmə funksiyası olan bir orqandır. Amma baxın, toxuma tamamilə qadın cinsiyyət orqanlarının, hormonlarının reseptorları ilə zəngindir, estrogen, progesteron. Yəni əgər həkim ona izah edirsə, süd vəzlərində adətdən sonra keçməyən bir ağrı varsa, bunun səbəbi sırf süd vəzlərindən əlaqədar olmaya bilər. Ginekoloji problemlərlə əlaqədar ola bilər, qalxanvari vəzin problemlərlə əlaqədar ola bilər və izah elədiyimiz halda pasient bunu dərk edərək mütləq həkimə gedir. Eyni ilə də ginekoloji müayinə üçün müraciət edən pasientlərimizin süd vəzləri bir mənalı olaraq yoxlanır. Bu tibbi cəhətdən də doğrusu budur. Niyə görə? Əgər ginekoloji orqanlarda bir problem varsa, o reseptorların, belə deyə, hormonların dəyişməsi nəticəsində süd vəzlərində hər hansı bir düyünlü törəmələr, kistalar, fibroadenom nəsə əmələ gələ bilər. Və yaxud da ki, biz hər hansı bir müalicələrə getdiyimiz halda, hormonal müalicələrə mütləq süd vəzlərinin vəziyyəti yoxlanmalıdır. Yəni bunlar bir-birindən əlaqəli olduğu üçün bizim mərkəzdə bunlar hər kəsdə yoxlanılır. Bir onu da qeyd edim ki, o qədər bizim pasientlərimiz olur ki, sırf endometrium tutalım xərçənginə bizə cərrahi əməliyyat olunub müraciət etmiş bir pasient. Yoxlayırıq, bu rutin olaraq yoxlanılır. Süd vəzlərində ikincili patologiya kimi süd vəzin xərçəngi aşkar olunur. Eyni süd vəzi xərçəngi ilə. Yəni bir-biri ilə əlaqəsi var. Mənim o qədər pasientlərim olub ki, sadəcə müalicəyə getdiyi halda müraciət edib adi ginekoloji müayinədə patoloji sahə aşkar eləmiş. Uşaqlı boyun birinci dərəcəli xərçəngi, endometrium xərçəngi, yumurtalı xərçəngi və hətta mənim bu haqda bir çıxışım da olmuşdu. Sinxron xərçənglər. Yəni eyni 6 ay ərzində eyni vaxtda belə deyək, təyin olmuş xərçəng növləri və statistikaya baxdıqda süd vəzi xərçənginə yumurtalıq, süd vəzi xərçəngi və endometrium xərçəngi daha çox bir yerdə rast gəlinən xərçənglərdir. Ona görə də bir daha səslənək ki, qadın orqanizmində ən çox rast gəlinən lokalizasiyalar bunlardır və əgər bir ginekoloqa getmisinizsə, mütləq bir süd vəzlərinin müayinəsində keçməyinizdə fayda var. Heç ginekoloqunuza vaxtında gedirsiniz, amma süd vəzləriniz heç yoxlanmayıbsa da mütləq yoxlanın. İndi vaxtımız çatsa biz hormonal preparatlardan danışarıq, çünki daha çox ən populyarı Mirena adında bir uşaqlıq boşluğuna daxil olunan bir spiral. Hansı ki, bu həftə ərzində bəlkə də neçə pasiyentə baxmışam, heç birinin süd vəzləri yoxlanmayıb. Sonsuzluqdan əziyyət çəkən pasiyentlərimiz, hansı ki, dayanmadan müalicələr alan pasiyentlərimiz, hansı pasiyentlər ki, eko icra olunur. İnandırım sizi ki, süd vəzləri yoxlanmayan nə qədər problemli pasiyentlərimiz var. Müayinə zamanı hər hansı bir törəmə aşkar olunur və yaxud da ki, pasiyent müraciət edib 42 yaşında 2 dəfə ekonu xarici bir dövlətdə olunub, birini bizdə olunub və deyir ki, doktor, məndə qalınlaşma polip aşkar
təvəkkülkar olundu, məni küretaj elədilər. İstəyirəm bax bu çatışmayan yerlərimizə daha çox toxunaq ki, biz bunları doğru, düzgün vaxtında eləmədiyimiz halda da gəlib gələcəkdə hər hansı bir onkoloji problemə gətirib çıxarda bilər. Niyə? Hər zaman onkoloji problemlərdən danışanda statistikanı birinci veririk. Yəni. Nədən yaranırı birinci veririk. Risk faktorlarını mütləq deyirik və risk faktorlarının içərisində birinci dediyimiz yaş. Bir qadın olmağımız, bir yaş. Yaş çox önəmlidir. Çünki yaş artdıqca xəstəliklərin, xərçəng xəstəliklərin yaranma riski artır. Ona görə biz hər zaman deyirik ki, vaxtında aparılan düzgün müayinələr, müalicələr bizi həmin yaşlarda daha ağır patologiyalardan qoruyacaq. Doktor, bir var reproduktiv dönəmində olan xanımlarımız, bir də reproduktiv dönəmini yekunlaşdırmış xanımlarımız var. Çox təəssüflər olsun ki, bizim ginekoloji sahəyə belə bir baxış bucağımız da var ki, sanki ginekoloqlar bizə övlad dünyaya gətirmək üçün lazımdır. Övlad dünyaya gətirmişiksə artıq bizim nə ehtiyacımız var ginekoloqa getməyə? Yaşlı xanımlarımızı danışdırsaz, hələ qınayarlar da adam ki, mənim ginekoloqun yanında nə işim var axı? Amma halbuki o dönəm daha təhlükəli dönəmlərdən biridir. Hətta bəzən xanımlarımız reproduktiv dönəm yekunlaşandan sonra menopauza dönəmindən sonra olan qanamaları sağlamlıqlarına bağlaya bilirlər. Halbuki heç bir əlaqəsi yoxdur. Mən istəyirəm bir qədər həmin dönəmdən danışaq. Çünki reproduktiv dönəmdə olan xanımlarımız bəzən övladı səbəbli, bəzən gəncdir deyə, bəzi cinsi əlaqənin problemləri ilə bağlı, yəni dönüb dolaşıb bir ginekoloqdan yolu keçir. Amma yaşlı xanımlarımız, menopauzanı yekunlaşdırmış, reproduktiv dönəmini yekunlaşdırmış xanımlarımız həkimə getməklə işi yoxdur. Bəli. Tamamilə haqlısınız. O bizim yaralı yerimizdir. Hətta evdə qızlarına gəlinlərlə də sən nə çox ginekoloqa gedirsən, getmə həkimə. Lazım deyil. Bax belə sözlərlə rastlaşırıq. Bəzən utanırlar evdə deməyə. Bəzən sizin dediyiniz kimi bir dəfə oldu, elə bir təmizləndim, sağlamlıq bir də oldum. Elə bir anlayış yoxdur. Ümumiyyətlə ilk onu deyim ki, reproduktiv dönəm, yəni produksiya, yəni həmin dönəmdə biz ovulyasiya olur qadınlar və follikullarımız yetişir. Yəni biz həmin dönəmdə, reproduktiv dönəmdə hər bir qadın ana olma belə də ehtimalı olan bir insan, potensialı olan bir belə fərddir. Amma menopoz bizim xəstəlik bir dönəmimiz deyil. İlk onu deyim. Və menopozu bəziləri mən istədiyim xəstəlik kimi də qəbul edirlər. Çünki o simptomatikalar ki gəlir, əsəbilik, yuxu pozğunluğu, isti basmalar, haldan hala düşməklər, bax bunları elə bilirlər ki, xəstəlikdir. Xəstəlik deyil. Bu hər bir qadının necə ilk aybaşı gördüyü dönəmdə, menarxiya dediyimiz dönəmdə bu periodu yaşamalıdırsa, hormonlarımız bitdiyi halda menopozda yaşamalıdır. Bu bir fizioloji dönəmimizdir. Bunu hər kəs yaşayacaq. Yəni bunun başlaması və bitməsi var. Orta statistik rəqəmlər 51 yaşıdır. Amma 55 yaş üzəri xanımlarda adətin olması normal əlamət deyil. Bunu dönə-dönə deyəcəm. Çünki çatışmayan yerlərimizə, düzgün bilmədiyimiz nüanslara toxunmağımı istəyirəm. 55 yaşdan yuxarı bəzən xanımlarımız 58 yaşına qədər adət görür, bəzən qanama şəklində görür. Deyir, normaldır da. Elə qohumum da bu yaşında kəsilmişdi. Amma sonradan bir dayanmayan qanama nəticəsində küretaj olunur və cərrahi əməliyyat olunur. Histoloji müayinə endometriumun xərçəngi. 55 yaş bizim son belə deyə statistik rəqəmimiz kimi qəbul olunsun. Qaldı ki, menopoz hansı ki bir il ərzində adətən qadın adətdən kəsilibsə, bu artıq bizim hormonlarımızın tamam tükənməsi deməkdir və bundan sonraki dönəm postmenopauza sayılır. Yəni bu dönəmdə heç bir halda heç bir axıntı olmamalıdır. Bura selikli axıntılar da daxil edirəm, çəhrayı rəngli, qəhvəyi rəngli, adət kimi, yəni miqdarından və müddətindən asılı olmayaraq sadaladığım hər bir axıntılar patoloji sayılır. Amma dayanmalıdır yəni. Dayanmalıdır və kontakt qanamaları xüsusilə qeyd edəcəm. Daha çox reproduktiv dönəmdə, sizin dediyiniz kimi cavan dönəmdə olan xanımların şikayətidir. Amma bəzən postmenopauzal dönəmdə də olan xanımlarımızda bu kontakt qanamalar olur. Soruşa bilərsiniz ki, bəzən o suallarla da rastlaşırıq ki, izləyicilərimiz kontakt qanama nədir? Yəni cinsi əlaqədən sonra olan qanamalarda patoloji qanamalar sayılır. Yəni bu normal deyil. Doktor, qısa bir fasilə olacaq, davam edəcək. Xanımlarımızın diqqəti bizdə olsun. Könül Mərdanova ilə əlaqə saxlamaq istəyən dinləyicilərimiz 050 563 0189 nömrəsi ilə əlaqə saxlaya bilər. 050 563 0189. Media Doktor, sağlığın varlığındır. Media Doktor davam edir.
Media doktoru dinləyirsiniz. Biz davam edirik yayımımıza. Sizinlə mənəm Sona Boynina. Həm söhbətim isə Könül Mərdanovadır. Milli Onkologiya Mərkəzinin onkoginekoloqu. Doktorumuzla əlaqə saxlamaq istəyən dinləyicilərimiz, əziz xanımlar 050 563 0189 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dalğamıza birbaşa canlı efirə suallarını ünvanlamaq istəyənlər varsa 055 999 1055-i yığa bilərlər. Deməli, fasilədən öncə biz nəyə danışırdıq? Xanımlarımız 1 yaşdan sonra, xüsusilə də menopauza dönəmindən sonra ginekoloqa getməyi bir dəfəlik unudurlar, təəssüflər olsun. Halbuki belə olmamalıdır. Qadın nə qədər ki qadındır, həyatdadır, onun telefonunda bir ginekoloqa nömrəsi daim olmalıdır. Və daim getməlidir. Olsa daha yaxşı. Yəni ki, daim nəzarət etmək üçün. Çünki qadın istənilən yaşda qadınlığını itirmir. Niyə bizim bu qadınlarımızın fikrində bu formalaşıb anlaya bilmirəm. Yəni belə bir fikir formalaşıb bilmirəm. Bir də cərrahi əməliyyatdan sonra. Bəli. Cərrahi əməliyyat olunmuşamsa orqan yoxdur. Niyə yoxlanmalıyam? Orqan yoxdur deyə bir anlayış yoxdur. Ümumiyyətlə öncələr bir 20-25 il öncə əməliyyat olunanlar hansılar ki uşaqlıq cismi çıxardılıb, uşaqlı boynu saxlanılıb. Hətta onu da deyirlər ki orqan yoxdur. Hansı cərrahi əməliyyatlar ki uşaqlıq boynunun saxlanılması ilə aparılıbsa, o pasiyentlər xüsusilə normal rutin müayinələrinə gedirlər. Simir testləri mütləq aparılmalıdır. Yaş uyğun HPV testlərimiz aparılmalıdır. Hətta uşaqlıq boynu çıxardılıbsa da belə uşaqlıq yolu var. Hansı ki o cinsi əlaqə olan yol. Əgər bizdə bir HPV virusumuz varsa, yanaşı bir infeksiya varsa, hər hansı bir patologiya yaranacaqsa uşaqlıq yolunda da və xarici cinsiyyət orqanlarında da yarana bilər. Yəni istər postmenopauza dönəmdə olan xanımlarımıza bir daha səslənək ki, adət görmürsünüzsə, bu demək deyil ki, sizdə heç bir problem olmayacaq. Yəni ola bilər. Qanamalar ciddi şikayətdir, ümumiyyətlə axıntıların olması ciddi şikayətdir, qarnın alt hissəsində olan ağrıların olması ciddi şikayətdir. Ona görə həkimə gedəcəksiniz. Xüsusən də ki, bir daha səslənim ki, cərrahi əməliyyatdan sonra olan xanımlarımız, məsələn, pasiyent müraciət edib, deyir ki, doktor, mənə polipə görə cərrahi əməliyyat icra elədilər. Uşaqlığımı çıxartdılar. Cavan bir xanımla söhbət gedir, 41 yaşında. Regionlarda olub, sərf eləyərəm bəlkə də və qanama şikayətinə bizə müraciət edib. Siz düşünün ki, uşaqlığım çıxardılıb, artıq məndə heç bir patologiya ola bilməz düşüncəsində olan bir insan qanama görür. Dərhal gedir region üzrə həkimə, onkologiyaya gedir. Yəni o insanın psixologiyasını bir düşünün. Ona görə bütün insanlarımıza da səslənim. Mən düşünürəm ki, həkimlərimizin çoxu deyir, amma deməyənlər varsa da, indi bizi izləyən, dinləyən varsa da, bilsin ki, cərrahi əməliyyatdan sonra mütləq pasiyentlərə demək lazımdır ki, biz siz əməliyyat eləmiş olsaq da belə, siz rutin olaraq müayinələrinizə getməlisiniz. Məsələn, mən cərrahi əməliyyat elədim, hər bir kəsə deyirəm və mənim xasiyyətimi də ümumiyyətlə bilirlər. Müayinəyə gecikəndə sevmirəm, özləri öncədən yazılar, doktor. Bizi gələndə danlamayın, amma gecikmişəm. Yəni 2 ayın tamamında cərrahi əməliyyatdan sonra mütləq uşaqlıq yoluna baxılmalıdır. Cərrahi tikişin yerinə baxılmalıdır. Laparoskopik olunubsa lap yaxşı. Amma bir açıq laparotomik əməliyyat olunubsa tikişə baxılmalıdır. Aşağıdan ginekoloji müayinə zaman kresloda güdülə baxılmalıdır. Çünki cərrahi əməliyyatdan sonra bəzən 2 ayın, 3 ayın tamamında orada qranulyasiyon poliplər əmələ gələ bilər. Necə kelloidləri də əmələ gəlmir. Eyni bir vəziyyətdə belə deyim də loru dedi. Uşaqlıq yolu güdülündə də bir törəmələr, poliplər əmələ gələ bilər. Bunlar qorxuludurmu? Əgər polip ümumiyyətlə xoşxassəli törəmədir. Əgər anamnestik olaraq bir xərçəng diaqnozuna görə cərrahi əməliyyat olunubsa, orada bir qədər daha həssas yanaşırıq. Çünki biz onun yenidən residiv və yaxud da ki, davam edici inkişaf olduğunu deyə bilmirik. Təbii ki, kolposkopiya müayinəsində gözlə vizual baxış zamanı bu artıq bizim peşəkarlığımızdan asılı olaraq biz orada təxmini bir deyə bilərik ki, bu 90%-in, 95%-in üzərində qorxulu bir şey deyil. Xərçəng
çətinlik xəstələrində. Amma biz o xəstələrdə xüsusilə o törənmələri, uşaqlıq yolunda olan törənmələri aydınlaşdırmalıyıq. Bir də qeyd edim ki, xərçəng diaqnozu ilə cərrahi əməliyyat olmuş xəstələr xüsusilə vaxtında müayinələrinə getməlidirlər. Baxır patologiyasına əsasən ilk öncələr 3 aydan bir, daha sonra həkimin nəzarəti üzərində 6 aydan bir, daha sonra 1 ildən, daha belə də artır və 20 il ərzində əlavədən müayinələrdən keçməlidirlər. Və bəzən yeni müraciət edən pasientlərimizə hansı ki şüa müalicələrini aparıb, kimyoterapiyalarını aparıb, sadəcə müayinələrə gələn xanımlara biz onkoloji testlər deyəndə dərhal birinci sualına rastlaşırıq. Doktor, nəsə gördün, şübhələndin deyə mi götürürsən? Təbii ki, bu sual normaldır, bizim üçün normal qəbul olunur. Amma bir daha bəlkə də bizi izləyənlər arasında həmin patologiyadan müalicə almış pasientlərimiz var, şüa almış, kimyoterapiya almış xəstələrimizə qeyd edim ki, bu protokol üzərində aparılır. Vaxt aşırı biz sizdən onkoloji testləri istəyə bilərik, olunmalıdır. Çünki nə qədər də biz gözlə baxsaq, kolposkopiya müayinəsi eləmiş olsaq da belə, hər bir müayinənin göstərmə spesifikliyi var. Yəni o toxuma səviyyəsində göstərir. Amma hüceyrə səviyyəsində bir patologiya varmı, yoxmu, onu bilmək üçün mütləq onkocitoloji yaxmalar aparılmalıdır. Yəni bu xanımlarımızı təəccübləndirməsin. İndi bilməyən varsa, mənim xəstəm olmayıb, kənardan bəlkə də indi məni dinləyən varsa bilsin. Amma mən pasientlərimə adətən ətraflı deyirəm. Müalicələrin bitdilər, ilk müayinələrinə gələndə deyirəm ki, xanım, bax, bundan sonra 3 aydan bir sizi yoxlamaq məcburiyyətindəyik. Hər dəfə gəldiyiniz halda qan analizidir, ginekoloji masada baxış çox önəmlidir. Ultrason müayinəsi, mən ehtiyac bildiyimdə MRT müayinəsi və ilin tamamında müayinələr bir qədər genişləndiriləcək. Yaxma analizləriniz mütləq olunmalı. Doktor, niyə olunmalıdır? Deyirəm, siz onkoloji pasientsiz, ona görə biz protokol üzərində sitologiyanı götürüb hüceyrə səviyyəsini bilməliyik. Əgər bu bir ildən öncə mən nələrisə istəyərəmsə, deməli orada bir şübhəli bir sahə görmüşəm, ona görə də olunmalıdır. Doktor, mən istəyirəm son dönəmlərin ən avantajlı əməliyyatlarından olan orqan qoruyucu əməliyyatlardan bir qədər danışaq. Niyə ki, xanımlarımız orqanı götürtməyə daha həvəslidir. Nəysə bir şey onda doktor orqanları çıxarın, mən artıq problem istəmirəm deyə yanaşırlar. Halbuki bunun orqan qoruyucu əməliyyatların da bir üstünlükləri var, niyəsi var yəni. Var. Niyə bugün cərrahiyə orqan qoruyucu əməliyyatlara gedir? Amma xanımlarımız niyəsə orqanları götüzdürməyə daha həvəslidirlər. Ümumiyyətlə cərrahi əməliyyatlar göstəriş üzərində aparılmalıdır. Bəli. Və tibb inkişaf etdikcə biz cərrahi əməliyyatları çalışırıq minimum səviyyəyə endirək. Yəni kiçik invaziv üsullarla eləyək. Ona görə laparoskopik cərrahi əməliyyatlar, endoskopik, gastroskopik cərrahi əməliyyatlar, robotik cərrahi əməliyyatlar formalaşır ki, yəni böyük travmalar pasientə verilməsin, cərrahi əməliyyatdan sonraki o reabilitasiya dönəmi, qısa bir sağalma dönəmi çox qısa müddətdə bitsin. Amma sizin dediyiniz kimi cərrahi əməliyyatlara meyil, xüsusən də baxın mənim özümün gözləmlədiyim qədərincə reproduktiv dövrdə olan xanımlarımız daha meyillidir. Götürün bir dəfəlik canım onu deyəcəkdim ki, hansı yaşa daha uyğun əməliyyatlardır onlar. Bəli. Amma postmenopauzal dövrdə olan xanımlarımız isə əksinə. Onlar elə deyir ki, orqana toxunmayın. Bəlkə də yaşla, cərrahi əməliyyatdan qorxu hissindən irəli gələrək deyir. Amma cərrahi əməliyyatlara göstərişlər var. Orqan qoruyucu cərrahi əməliyyatlardan danışaram. İlk öncə onu deyim ki, xərçəng diaqnozu lokalizasiyadan asılı olaraq bəzən orqan qoruyucu cərrahi əməliyyatlar icra edə bilmirik. Xüsusən də ki, endometrium xərçəngində, hansı xərçəngdə ki, biz zaten onu cismi götürmək məcburiyyətindəyik. Yəni endometrium toxuması uşaqlığın daxili təbəqəsidir. Tam boşluğu əhatə edərək gəlir servikal kanala qədər davam edir. Endometrium xərçəngində biz onun cismini götürüb uşaqlığı saxlayıb yumurtalıq saxlamaq gələcəkdə onda risk olma ehtimalını artırırıq. Çünki endometrium xərçəngi yumurtalığa metastaz verə bilir və endoservikal yayılım göstərə bilir. Ona görə orada orqan qoruyucu əməliyyat sayılmır. Yumurtalıq xərçənglərində erkən mərhələdə aşkar olunmuş bir diaqnozdursa və çox rastlaşırıq. Bəzən cərrahi əməliyyatları icra olunur.
olunur. Təkcə o törəmə götürülür cavan xanımlarda. Çünki yumurtalıq xərçəngindən danışanda yaş olaraq biz daha çox yaşlı xanımları qeyd eləmirik. Çünki yumurtalıq xərçəngi hər yaşda əmələ gələ bilən bir belə deyək törəmələrdir, patologiyalardılar və erkən yaşlarda olan qızlarımızda da 13, 14, 16, 17 yaşında olan qızlarımızda da bu patologiyana rastlaşa bilirlər. Bəzən yumurtalıq törəməsi kistası, dermoid kista adı ilə cərrahi əməliyyatları olunur və məlum olur ki, orada bir bədxasiyyəlik göstərən bir tumordan və ya da borderline-dan, aralıq tumorlardan söhbət gedir. O zaman bizim orada mərhələndirməmiz çox önəmlidir. Həmin törəmənin kapsula invaziyası varmı, yoxmu, digər yumurtalıq həqiqətən diqqətlə yoxlanılıbmı? Adətən yumurtalıq xərçəngi iki tərəfli olur. Yəni o halda biz daha sonra histoloji nəticəyə uyğun, J-lərə uyğun, yəni bunun aqressivlik dərəcəsinə uyğun növbəti müayinə planı, müalicə planı seçirik. Əgər qadının fertilliyini qorumaq lazımdırsa, biz orqan qoruyucu cərrahi əməliyyatımızı edib, daha sonra kimyoterapiyalarımızı alırıq ehtiyac varsa. Amma rutin müayinələr önəmlidir. Müəyyən bir müddətdən sonra biz onlara hamiləlik icazə verə bilirik. Ümumiyyətlə dünya praktikasına baxsaq, həmin halda bir komanda işi olur. Çünki burada mama ginekoloqlarla da bir yerdə bu işi aparmaq lazımdır ki, əgər ehtiyac olsa donor üçün belə deyək də müraciət edib onlarda donor bankında hüceyrələrini saxlamaq üçün. Uşaqlıq boynunun xərçəngindən danışanda isə bəli, orada orqan qoruyucu cərrahi əməliyyatlar erkən mərhələlərdə oluna bilər. Dərin konizasiyalar, traxeoektomiya dediyimiz cərrahi əməliyyatlar limfodiseksiya ilə, amma orqan qoruyucu cərrahi əməliyyatımızı icra edə bilərik. Yetər ki, erkən mərhələdə müraciət eləsin. Bu xərçənglər haqqında. Qeyri-onkoloji patologiyalarda bəli, orqan qoruyucu cərrahi əməliyyat çox önəmlidir. Bunun üzərində xüsusilə durmaq istəyirəm. Baxın, xoşxassəli patologiyalarımız adətən hansılardır? Poliplərdir, eroziyalardır, hansı ki insanların dediyi sözlə deyirəm. Mənə görə eroziya patologiya deyil. Miomalardır, adenomiyozdur, yumurtalığın xoşxassəli kistləridir. Yəni bu hallarda böyük cərrahi əməliyyatlara getmək yanlışlıqdır. Çünki xüsusən də reproduktiv dönəmdə olan insanlarımız siz erkən menopoza salırsınız və menopoz olduğu halda, yəni tam çıxardılırsa, hormonlar fəaliyyət göstərmirsə, estrogen, progesteron bədəndə çatmırsa, bu bizim bütün orqan və sistemlərimizə təsir edir. Görmə qabiliyyətinə təsir edir, ürək damar sisteminə təsir edir, tənəffüs sisteminə təsir edir, dəri və sellikli qişalara təsir edir, sümük sisteminə təsir edir. Düşünün ki, menopozda olan bir qadında estrogenlər artıq fəaliyyət göstərmədikdə sümükdən kalsiumun çoxlu miqdarda xaric olması baş verir və osteoporoz olur. Ürək damar xəstəlikləri baxsaq statistikaya, postmenopauzal dönəmdə olan xanımlarda daha çox olur, piylənmə daha çox olur, oynaqlarda ağrılar, artroz, bunlar daha çox formalaşmağa başlayır. Düşünün ki, bir cavan xanımı adi polipə görə, miomaya görə, adi bir kistaya görə tamamilə ekstirpasiya dediyimiz uşaqlı boynu, yumurtalıq hamısıyla bir yerdə genişləndirilmiş bir cərrahi əməliyyat icra olunur və erkən menopoza salırıq. Ona görə xoşxassəli törəmə xanımı şikəst edirik. Bəli, həqiqətən şikəst edirik. Ona görə bəzən deyir, miomam var idi, götürürdü. Hətta çox düyünlü miomaları olduğu halda da dərhal cərrahi əməliyyata gedilmir. Miomektomiya dediyimiz cərrahi əməliyyatlar var. Hansı ki biz miomaları götürürük, konservativ miomektomiya deyirik və daha sonra biz o pasiyentə qeyd elədiyim kimi hormonal preparatlarla, Mirena spiralına və digər müalicələrlə davam edirik, nəzarətdə saxlayırıq. Amma maksimum dərəcədə cavan xanımlarımızda uşaqlıq götürülmür. Əgər miomalar uşaqlıq boşluğuna doğru doğulmuş miomalardırsa, o halda histeroskopik olaraq onu icra edirik. Yəni boşluğa bir endoskopla daxil olub həmin miomanı biz kəsib götürürük. Mənim sosial şəbəkələrimi izləyənlər demək olar ki, çoxu bilir, mən o videoları çox tez-tez paylaşıram. Düzü story şəklində paylaşıram, bir gün içində itir gedir, amma görənlər zaten bilirlər. Yumurtalıq kistalarında da eyni. Əgər bir maliqin ehtimalımız yoxdursa, təbii ki, öncədən tam yoxlanılır. Yəni maliqinizasiya ehtimalı yoxsa, xərçəngə bir şübhə yoxdursa, o halda da orqan qoruyucu cərrahi əməliyyat çox önəmlidir. Bu arada doktorumuzun əlaqə nömrələrini boğazım göynədi. Doktorumuzun əlaqə nömrələrini vurğulamaq istəyirəm. 050 563 0189 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu arada Könül Mərdanova studiyamızın qonağıdır. Milli Onkologiya Mərkəzinin onkoginekoloqu
Birbaşa efirimizi yığmaq istəyən dinləyicilərimiz 055 999 1055 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Doktor, bir də əməliyyatların, müasir əməliyyatların deyək, növlərindən istəyirəm bir qədər danışaq. Çünki bugün cərrahiyyədə yerində saymır. Cihazlar yenilənir, cərrahi üsullar, metodlar yenilənir. Məsələn, əvvəllər doktorlarımızın hətta anesteziyaya qədər yetəri qədər inkişaf var. Hətta bəzən görürsünüz xanımlarımız, mən narkoz almaq istəmirəm, narkozu sonra məni əsəb eləyəcək, məni pis eləyəcək. Halbuki narkozlar da keçmiş narkozlar deyil. Hər şey yenilənir. Dərmanlar, preparatlar. Bəli, hamısı yenilənir. Mən istəyirəm bir qədər özləri əlbəttə, biliklər yenilənir. Ona görə istəyirəm bir qədər o müasir metodlardan danışaq. Bunun onkoginekologiyaya verdiyi üstünlüklərdən bir qədər danışaq. Çünki məlumatsız olduqca insanlar ona görə qorxub bəzən də həkimə gəlmirlər. Cərrahi əməliyyatlar ümumiyyətlə onkoloji prinsiplə, əgər onkologiyadan danışırıqsa, onkoloji prinsipləri gözləməlidir. Yəni bir uşaqlı boynu xərçəngi diaqnozu qoyuldusa və cərrahi əməliyyat qərarı alındısa, təbii ki, bu sadəcə gözlə baxdım və mən orada bir törəmə gördüm, cərrahi əməliyyat qərarı aldım. Elə bir anlayış yoxdur. Biopsiya analizləri cərrahi əməliyyatdan öncə çox önəmlidir. MRT müayinəsi, bəzən PET deyirsiniz, müasir üsullar, PET-CT müayinəsindən keçir pasient əgər təsdiqlənmiş xərçəng xəstəsidirsə və ilk öncə cərrahi əməliyyatdan qabaq mərhələndirmə aparılmalıdır. Yəni mərhələndirmədən danışanda biz hər zaman deyirik ki, var klinik mərhələndirmə, var patologoloji mərhələndirmə, hansı ki cərrahi əməliyyatlardan sonra aparılır. Və onkoloji prinsiplər ondan ibarətdir ki, limfodiseksiya əməliyyatları, çünki istər uşaqlı boynu xərçəngi, istər endometrium xərçəngi, belə deyək, çanaq limfa düyünlərinə metastaz verə bilən bir patologiya olduğu üçün, limfagen metastazı olduğu üçün, ona görə ona öncədən müayinələr aparılır və cərrahi əməliyyat zamanı limf düyünləri götürülməlidir. Qaldı ki, laparoskopik cərrahi əməliyyatlar olunsunmu, laparotomik cərrahi əməliyyatlar olunsunmu, təbii ki, işin ölçüsündən, pasiyentin cərrahi əməliyyat keçirib-keçirtmədiyindən bunlardan çox faktor önəmlidir. Amma artıq müasir tipi onu da qəbul eləmir. Hətta 2 dəfə cərrahi əməliyyat keçirmiş xəstələrdə də laparoskopik eləyə bilərlər. Və cərrahi əməliyyat onkoloji olaraq da sırf laparotomik cərrahi əməliyyat olmalıdır deyə bir anlayış yoxdur. Yumurtalıq xərçənglərində daha çox laparotomik, açıq üsullara üstünlüyü veririk. Çünki yumurtalıq xərçəngi digər 2 sadaladığım xərçəng növlərindən fərqli olaraq 3 yolla da metastaz verir. Gematogen, limfagen və implantasyon metastaz verə bilir. Və implantasyon metastaz odur ki, yəni böyük piliyə, çanaq divarı, peritona metastazlar verə bilir. Təbii ki, cərrahi əməliyyatdan öncə bütün müayinələr aparılmalıdır. MRT müayinəmiz, ginekoloji müayinə, qan təhlilləri, mədə-bağırsaq traktının endoskopik müayinəsi yumurtalıq xərçəngi diaqnozu olan pasientlərdə çox önəmlidir. Çünki bunu dəqiqləşdirmək lazımdır ki, yumurtalıq xərçəngi birincili xərçəngdir, yoxsa metastatik xərçəngdir. Süd vəzlərini proqramın öndə yetərincə danışdıq. Yumurtalıq xərçəng tumorlarında süd vəzni yumurtalığa da metastazı ola bilər. Yəni bunlar mütləq yoxlanmalıdır və mədənin yumurtalığa, bağırsağın yumurtalığa metastazı ola bilər. Ona görə dəqiqləşdirilir və laparotomik əməliyyatlarını aparmağı bizə texniki cəhətdən daha asan olur. Çünki piliyin rezeksiyası və ya da amentektomiya dediyimiz piliyin tamam çıxardılması üçün. Amma digər sadaladığım xərçəng növlərində erkən mərhələdə laparoskopikdə, yəni o pasientlərin dediyi kimi lazer üsulu ilə də cərrahi əməliyyatlar edə bilərik. Bir də yeniliklərdən onu deyə bilərəm ki, sentinel lenf nodu belə deyək, biz müayinəsi aparırıq. Xüsusi mayelər belə deyək, çanaqdan, uşaqlıq yolundan rənglənməklə edirik və limfa düyünlərinin cərrahi əməliyyat zamanı belə deyək, rengeni çəkilir və orada həqiqətən göyərmə varsa da, deməli bu aktiv bir limfa düyünündən söhbət gedir. Bəli. Və yaxud da ki, frozen dediyimiz təcili histologiya ilə cərrahi əməliyyat zamanı biz bunları icra edə bilirik. Limfa düyünlərini biz götürüb histoloji müayinəyə göndəririk. Əgər histoloji müayinə zamanı bizə həqiqətən metastatik limfa düyünü varsa, daha dərin limfa düyünlərinin belə soyulub çıxardılması cərrahi əməliyyatlarını icra edirik.
Qaldı ki, kiçik invaziv metodlardan histeroskopiyanı deyə bilərəm. Yeni metod deyil, artıq illərlə də histeroskopiya mövcuddur. Endometrial boşluqda olan patologiyaların, submukoz miyomaların, poliplərin, aşırman bitişmələr deyim də, simptomu olan xanımların, dəfələrlə uğursuz eko aparılmış insanlarda həm diaqnostik, həm cərrahi müalicə üsulu kimi dəyərləndirilən bir metoddur. Hansı ki, endoskopik yolla uşaqlıq boşluğuna daxil olunur, xüsusi maye yerdilərək boşluq genişləndirilir. Əgər polipdirsə, düyünsə onların rezeksiyası, yəni soyulub çıxardılması aparılır. Əgər aşırmansa, yəni bitişmələrsə, xüsusi mikroqayçılar vasitəsilə boşluq açılır və yaxud da septumdursa, yenə də baxır həmin septumun dərinliyinə. Bəzən biz onu elektrik üsulu ilə, bəzən qayçılarla, küt yolla kəsərək ayırırıq. Belə cərrahi əməliyyatlarımız bu. Belə deyək doktor, avantaj deyərək bugün həqiqətən də məsələn siz əvvəlki təhsil illərinizə baxsaz və bugünkü cərrahi metodlara baxsaz, yəni bu illər ərzində belə dəyişilmələr gördünüzmü? Yəni sağ əliniz olan o texnikalar yaxşılaşdımı? Təbii ki. Ümumiyyətlə hər bir belə deyək də cərrahi əməliyyatda istifadə olunan daha çox endoskopik cərrahi əməliyyatlarda hər zaman yenilənmələr olur və rəqəmsal daha görüntüsü yaxşı olan və bir də işlədikcə həkimlər özü də daha sürətli, bu praktika işidir. Məsələn, öncələr laparoskopik cərrahi əməliyyatlar bir qədər uzun çəkirdisə, artıq müddət olaraq daha qısalır. Məsələn, artıq robotik cərrahiyə bir dönəmidir. Hansı ki, o da biraz hazırlanma dönəmində cərrahi əməliyyatlarda müddət olaraq bir qədər hələ ki uzun ola bilər. O təbii ki bir əl işidir. İşləndikcə daha sürətli olursan və avadanlıqlarımız da ümumiyyətlə yeni bir avadanlıqdır, mərkəzi olaraq onu da qeyd edim. Hər müəyyən bir müddətdən bütün avadanlıqlara texniki baxış aparılır. Ümumiyyətlə işlədikcə hər hansı bir nüans bizim həkimlərimizin özünü qane eləmirsə, təbii ki onlar yenisi ilə əvəz olunur. İstər bu cərrahi əməliyyatda istifadə olunan belə deyə avadanlıqlar olsun, istər bizim kolposkopiya aparatlarımız olsun, istər ultrason müayinəsi olsun, istər mamografiya aparatlarımız olsun. Onlar da modernləşirlərmi? Milli Onkologiya Mərkəzində ümumiyyətlə heç bir köhnə nəsil avadanlıq yoxdur. Bütün avadanlıqlar yenidir. Hətta yeni bir ultrason aparatı gəlib bizə. Onu da qeyd edim ki, sərf eləmirəmsə, şirkətin adını demək düzgündür ya yox. İlk yalnız Milli Onkologiya Mərkəzindədir Respublikada və ilk bizim mərkəzdə o ultrason aparatı ilə müayinə aparılır. Üstünlüyü nədən ibarətdir? Belə deyək də, kontrastlı bir ultrasondur. Xüsusi maddə yedirilərək qaraciyərdə olan, hətta çox kiçik mikron ölçüsündə olan bir törəmələrin aşkar olunmasında, sirozun daha dəqiq diaqnostikasında, süd vəzində olan parenximatoz orqanların belə deyək, diaqnostikasında daha üstünlükləri var. Yəni mükəmməl bir görüntüsü, mükəmməl bir imkanları olan bir avadanlıqdır. Yəni törəmələrin çox kiçik ölçüdə aşkar olunmasında çox böyük göstəriciləri, spesifikliyi var belə deyək. Ona görə avadanlıq olaraq mənim özümün baxdığım kolposkop aparatları hamısı rəqəmsal, yeni nəsil avadanlıqlarda, hətta bizdə olan bəzi, o da dünyanın 20 ölkəsində var. Deməli, DICE aparatı var, hansı ki deməli xüsusi olaraq map hazırlayır, bir xəritə cızır bizim üçün ki, hansı hissədən istiqamətlənmiş biopsiya aparacaqsınız, o da qeyd edim navigator. Ki, bəli, Respublikada yalnız Milli Onkologiya Mərkəzindədir. Nə gözəl. Tək dinləyicilərimizin canı sağ olsun, yəni heç kəsin belə detallı cihazlara ehtiyacı olmasın, amma ehtiyacınız olarsa da bu da Milli Onkologiya Mərkəzinin yeniliklərindən biridir. Bəli, bu yeniliklər gəlir ölkəmizə. Əslində bu bizi sevindirməlidir. Tibbimizin inkişafı, avadanlıqların daim yenilənməsi. Çünki bu daha dəqiq diaqnoz qoyulmasına və daha düzgün müalicələrin aparılmasına gətirib çıxarır. Nəticə etibarilə təbii ki, pasiyentlər razı qalır. Doktor, niyə eko müalicələrinin aparılması bəzən onkologiyanı dəstəkləyə bilir deyirlər? Yox, elə bir
ümumiyyətlə datalar yoxdur. Mən müalicələri apardım, yanlışlıq bir olmasın ki, mən mütləq bu müalicədən sonra bu orqanımda xərçəng əmələ gəldi. Çünki ona görə bir düşüncə var ki, ümumiyyətlə bizim insanların yanlış olaraq hormonlara qarşı bir negativ bir düşüncəsi var. Bəli. Və mən hər zaman bu hormonlardan danışanda qeyd edirəm ki, mən ümumiyyətlə hormonal müalicələrin əksinə deyiləm. Göstəriş üzərində həmin hormonal müalicələr aparılmalıdır. Amma öncədən pasiyentlər diqqətli yoxlanmalıdır. Baxın, və ona təbii görə ki, burada həkimin göstərişi olmalıdır. Göstəriş üzərində olmalıdır. Təbii ki, bu xəstə öz istəyinlə, pasiyent öz istəyinlə, doktor mən bu müayinədən keçməliyəm, onu eləyimmi, bunu eləyimmi, bunu həkimə deməməlidir. Göstəriş üzərində bütün müayinələr öncədən yoxlanmalıdır. Ona görə belə bir yanlış bir düşüncə var ki, eko olunmuş pasiyentlərimizdə xərçəng yaranma riski artır, amma belə bir ciddi böyük bir datalarımız yoxdur. Sadəcə öncədən müayinələr doğru düzgün aparılmalıdır. Baxın, pasiyentlərin nə qədəsindən soruşsaq bizə düzgün məlumat verər ki, mən hormonal müalicələr eko üçün aparmışam, amma mənə bir simir testləri bu zamana qədər 10 ilin, 12 ilin bir xanımından götürülməyib. Biz hər zaman qeyd edirik ki, uşaqlıq boynu xərçəngin patologiyasını yaradan bir virusdur. Amma bu virusa da belə deyək, kofaktorlar lazımdır ki, onun bədəndə qalıb persistens edib xərçəng yaratması. Bunlardan biri hormonal fonlardan belə deyək, önəmlisidir. Uzun müddətli hormonal preparatların qəbul olunması onu bir qədər tetikləyir. Doktor, uzun müddət dediyimiz nə qədərdir? Gedir hardasa 1 ilin üzərində, 2 ilin üzərində uzun müddətli. Çünki niyə soruşuram? Adətən xanım doktorlarımız bunu təyin eləyəndə 3 və 6 ay olaraq təyin eləyir. Əksərən belə olur. Çünki 3-6 aydan sonra müayinəyə dəvət edirik. Bəli, bəli. Müayinədən sonra yenədən o preparatları uzatmaq olur. Amma bəzən öz başlarından alırlar və yaxud da həkim təyin elədisə gəlmirlər. Elə o dərmanı illərlə qəbul edirlər. 2 il, 3 il, 5 il, 6 il müddətində dayanmadan qəbul edir. Hətta spiral yerləşdirmiş pasiyentlər o spiralı çıxartmırlar da belə 10 il, 12 il qalır. Bu da olmaz, bəli. Olmaz. Çünki doktorlarımız dərmanları yazandan sonra içilməməsi nə qədər qəbahətdirsə, o resepti alıb uzun illər doktorla məsləhət etmədən davam etmək eyni qədər qəbul edilməzdir. Qısa bir fasiləmiz olacaq. Fasilələrlə davam edəcəyik. Könül Mərdanova qonağımdır. Milli Onkologiya Mərkəzinin onkoginekoloqu 050-563-0189 nömrəsi ilə doktorumuzla əlaqə saxlaya bilərsiniz. Efirimiz ilə isə 055-999-1055 nömrəsini yığaraq suallarınızı ünvanlaya bilərsiniz. Qısa bir fasilə sonrası davam eləyək. Media Doktor davam edir. Media Doktor'u dinləyirsiniz. Biz davam edirik. Qonağımız Milli Onkologiya Mərkəzinin onkoginekoloqu Könül Mərdanova. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 050-563-0189 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bizim efirimizin nömrəsi isə 055-999-1055-dir. Mən Sonayam. Sizin üçün sualları, sizi maraqlandıran sualları bugün doktorumuza ünvanlayıram. Və biz doktorumuzla bugün daha çox insanları maraqlandıran, oradan-buradan əslində oldu suallarımız. Onkologiyanın müxtəlif aspektlərinə toxunduq. Doktor, mən istəyirəm uşaqlıq boyunun peyvəndlərindən də bir qədər danışaq. Bu çox məşhur məqamlardan biridir son zamanlar üçün. Danışaq. Bugün sizin dediyiniz kimi bütün mövzulara toxunduq. Amma çox gözəl suallar verdiniz. Daha çox praktik həyatımızda bizə pasiyentlərin verdiyi suallar nə dərəcədə geniş məlumat verdimsə, uşaqlıq boynu xərçəngini və xərçəngünü yaradan bir virus var. Buna deyirik insan papilloma virusu. Hansı ki, çox insanlar bəlkə bu haqda maariflidir, amma bilməyənlər üçün bir daha deyək. Və bu virusa qarşı bir virusdan söhbət gedirsə peyvəndlər var. O peyvəndlərin istifadə olunması, olunmaması, bax bu suallar bizə çox yönləndirirlər. Hansı ki, pasiyentlərimiz daha çox bunu nə zaman bilir? Məndə HPV var. Yoxlanışa gedəndə və yaxud da ki, şikayət üzərində gedəndə, həkim onu HPV-ni yoxlandıranda HPV-n var. HPV nədir? Xərçəng yaradan bir virusdur və başlayırlar panika vəziyyətində həkim axtarışına çıxmağa. O zaman
zaman ən qlobal suallardan biri doktor bunun peyvəndini artıq məndə pozitivdir elətdirməyin bir ehtiyacı varmı? Nə kömək edəcək? Əhəmiyyəti varmı? Var təbii ki. Amma doğrusu düzgünü 9-14 yaş arası, xüsusən də ki 11-12 yaş arası qız və oğlan övladlarına olunmalıdır. Bu erkən profilaktikadır, erkən peyvəndlənmədir. Var ikincili peyvəndlənmə, hansı ki 26 yaşa qədər olan peyvəndlənmə. Bax bu dönəmdə də biz daha çox qoruyuculuq əldə edirik. Yaxşı olar ki, iş cinsi əlaqəyə qədər aparılsın. Yuxarı yaş həddimiz 46 kimi qeyd olunur. 46 yaşa qədər olunmalıdır. İkinci sual hansı ki, pozitivdir, elətdirəmi, elətdirməyəmi? Elətdirmək çox önəmlidir. Çünki bədəndə əmələ gələn anticismciklər bizi yeni yoluxmaların qarşısına alır. İkincisi də var olan infeksiyan, var olan virusun belə deyə xəstəlik törətmə qabiliyyətini aşağı salır. Ona görə həm biz bunu profilaktika məqsədinə icra edirik. Yaxşı olar ki, bunu elətdirəsiz öncədən ki, bu cinsi əlaqə zamanı yoluxmalar olduqda sizə xəstəlik törətməsin. Yox, elətdirməmisinizsə də, ümumiyyətlə bu peyvəndlərin olunması önəmlidir. Mən düşünürəm ki, 2030-cu ilə qədər bizim respublikamızda, indi mən deyə bilmərəm 1 ilə 2 ilə, amma mən düşünürəm bu sürətlə olacaq. Peyvəndlənmə olacaq. Mən çox istəyərdim şəxsən gəlsin o peyvəndlər. Olacaq. Biz indi bilirsiniz peyvəndlərin 3 növü var. İkili, dördlü və 9-lu. İkili hansı ki sırf 16-18-ə qarşı qoruyan, dördlü qardasil 4 dediyimiz hansı ki 16-18, 6-11-nə qarşı qoruyan və 9-lu peyvənd var ki bizim günümüzdə daha çox 9-lu qəbul olunur, 9-lu istifadə olunur. Amma son bizim qatıldığımız bir konferans var idi Səhiyyə Nazirliyində və orada Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlənmə üzrə bir belə deyim mütəxəssisi çıxış elədi və 9-14 arasında qoruyuculuq faizi çox da böyük bir rəqəmlər kimi göstərmədi. Hardasa 8%. Çünki yalnız mən bunu 16, 18, 6, 11-ə qarşı deyil. Bunlara qarşı daha çox anticismlər əmələ gəlir, amma digər növlərinə qarşı da müəyyən qədər anticismlər əmələ gəlir və qoruyuculuq baş verir. Ona görə indi bizim dövlətimiz hansını qəbul eləyəcək? 4-lüyümü, 9-luğumu? Təbii ki, o yalnız bizim Səhiyyə Nazirliyimizin təyin eləyəcəyi bir durum olmayacaq. Maliyyə də lazımdır. Bu dövlət səviyyəsində olacaq bir şey olacaq, amma muhtemelen ki olacaq və peyvəndlənmə çox önəmlidir. Əgər biz bu virusdan qorunmaq istəyiriksə peyvəndlənmə önəmlidir. Qaldı ki, mən peyvəndlənmişəm, artıq müayinələrə getməməliyəm. Bax, belə bir sualların da cavabını verim, çünki çox rastlaşırıq biz bu suallarla. Xeyr, peyvəndlənmə o demək deyil ki, siz skrining metodlarını elətdirməyəcəksiniz. Vaxtı-vaxtında rutin olaraq skrining metodları davam eləyəcək. Çünki yeni yoluxmalar olduğu halda biz o virusun nə dərəcədə sizə təsiri eləyəcəyini və yaxud da həmin anda sizin orqanizminizin resurslarının nə vəziyyətdə olduğunu biz bilmirik. Ona görə vaxtaşırı skrining metodlarımız davam edəcək. Üçüncü bir sualımız daha çox rast gəldiyimiz peyvənd kifayət edirmi? Çox hallarda edir. Amma mən hər zaman human papilloma virusdan bir pasiyentlə üzbəüz oturub söhbət edəndə ona yalnız peyvəndi məsləhət bilmirəm. Yəni burada cinsi əlaqənin gigiyenası çox önəmlidir. Yuxu rejimi çox önəmlidir. Qanda vitamin D-nin səviyyəsi, TSH səviyyəsi, immun sistemi zəiflədəcək, belə deyək, hormon və maddələrin miqdarın səviyyəsi çox önəmlidir bizim üçün. Onları yoxlamaq lazımdır. Stres varmı, yoxmu? Onlar yoxlanmalıdır. Mən hər zaman dəyərli bir hocam var mənim. Onun bir sözünü deyirəm. Yəni moralini iyi tutacaqsın deyir HPV olduğu halda. Bəzi insanlarımız həqiqətən buna çox takıntılı olur. Hətta ailəsini dağıdan ailələr var buna görə ki, HPV çünki cinsi yolla keçən bir infeksiyadan söhbət gedir və artıq bir psixoloji duruma gətirib çıxardan xanım ailələrimiz çoxdur biləsiniz ki, doktor yaxşı mən müalicə aldım, sağaldım, artıq onda bir travma var. Mən cinsi əlaqə eləyəcəm, yenidən yoluxacaq və biz onların hamısını belə deyə ətraflı izah edirik. İlk müddətlər qoruma bariyər üsulları ilə cinsi əlaqə istəyirik. Xüsusi gellərlə cinsi əlaqədən öncə həm əks cinsi nümayəndəsi, həm özünün yunmasını qeyd edirik. Çünki mikrotravmalardan bazal qata yerləşən bir virusdan söhbət gedir. Ona görə bariyər üsullarını
materiallarının istifadə olunması, xüsusi virus əleyhinə gellərlə yuyunması, əgər kolposkopik olaraq HPV-nin yüksək riskli tipləri pozitivdirsə, mən hər hansı bir sahə görmüşəmsə, müdaxilə eləmək qərarı almışamsa, müdaxilənin 2 ayın tamamında yerinə baxıb sağalması normal gedibsə, uşaqlıq yoluna 3-6 ay müddətində xüsusi gellərin təyin olunmasını da təklif edirəm. Qidalanma çox önəmlidir. Bunu da deyəcəm. Çünki qidalarda mütləq antioksidantların, yaşıllıqların, meyvə tərəvəzinin belə olmasına daha çox üstünlük verin qeyd edirəm. Bax, bunlar çox önəmlidir. HPV biz yalnız bir virusdur, buna qarşı peyvənd olunsun. Bununla da bitsin. Bununla da bitsin demirik. Təbii ki, sadaladığım risk faktorları aradan qaldırmalıdır. Biz hər zaman HPV-nin hansı hallarda persistens edəcəyini qeyd edirik. Deyirik ki, əgər siqaret kullanımı varsa, çox partnyorluq varsa, erkək və qadın çox partnyorluğundan gəlirsə, alkoqol istifadəsi varsa, immun defitsit hallar varsa, baxın mən immun defitsit hallar dedikdə qeyd edirəm, hormonal bir problemi olan bir insandan söhbət gedirsə, vitamin D isə aşağıdırsa, qidalanması normal deyilsə, yuxu rejimi normal deyilsə, yəni insan deyir ki, doktor, mən səhərəcən demək olar ki, yatmıram. Yəni bədən öz resurslarını bərpa edə bilmir. Ona görə bütün bu faktorları aradan qaldırmaqla, peyvəndini də olunmaqla təbii ki, o HPV-dən canını qutaracaq. Bir sualda, mən bitdisə, HPV negativ oldusa, yenidən ola bilərmi? Yenidən ola bilər, yenidən yoluxma baş verə bilər. Bu latent formaya keçib, nə zamansa yenidə bir mühit formalaşdıqda yenidən pozitiv göstərə bilər. Mən müalicə aldım, daha həkimə getməli deyiləm. Mən lip prosedurumu elətdirdim, daha getməli deyiləm. Elə durum yoxdur. Yəni, əgər bu virus sizin anamnestik olaraq, yəni tarixinizdə olubsa, mütləq rutin olaraq, xüsusən də ki, hər zaman dediyim kimi, təbii ki, bəlkə də bu mənim həm işimlə əlaqədar, həm şəxsi fikrimdir. Bir onkoloji yaradan virus varsa, hər bir qadının bir onkoginekoloq olması lazımdır. Onkoginekoloqların rəyini almaq lazımdır. Onu da qeyd edəm, əgər vaxtımız varsa bizim. Çox az qalıb, buyurun. Bu həftənin 5-ci günü işdə olmayacağam. 4-cü gün Ankara'ya uçacağım. Yəni orada böyük bir onkoginekoloji konferans var. Yəni mənim özümə də maraqlıdır ki, yeniliklər nə var, ümumiyyətlə nələr qeyd olunur. Bir onları araşdırmağa gedirəm. Çünki yanvar ayında necə bizim oktyabr ayı bütün dünyada çəhrayı aydır. Bəli. Yanvar ayında biz daha çox çalışırıq ki, uşaqlıq boynu xərçəngi ilə mübarizədə fərqindəlik ayıdır. Həmin ayda maksimum çalışırıq ki, bu haqda danışaq, bu haqda maarifləndirək və bir yanvar ayı üçün hazırlıqlarımız üçün gedirik. Aydındır. Yolunuz açıq olsun doktor. Hər zaman Allah zihin açıqlığı versin deyim. Və doktorumuzla əlaqə saxlamaq istəyən dinləyicilərimiz 050-563-0189 nömrəsi ilə yığıb əlaqə saxlaya bilərlər. Könül Mərdanova Milli Onkologiya Mərkəzində çalışır. Mərkəzin onkoginekoloqudur. Doktor, təşəkkür edirəm sizə. Çox sağ olun gəldiyiniz üçün. Biz ayrılan zaman yekunlaşır Media FM-in efirində Media Doktoru dinləyirdiniz. Sabah eyni vaxtda fərqli bir mövzu ilə yenə də dalğada qonağınız olacağıq. Bizi dinləməyi unutmayın. Media Doktor, sağlığın varlığındır.